Pasiyentlərinizin setka olaraq bildiyi, yəni sidik açmaq üçün qoyulan setka budur. Setkalar fərqli cür olur. Sırf sidik açmaq üçün olan budur. Xüsusi hazırlanmış tot setkası buna deyirik. Bu şəkildə olur və sidik kanalını belə deyək, bu şəkildə yuxarıda saxlayır. Yəni yerini dəyişməyə qoymur. Bu şəkildə öskürəndə, askıranda sidik açmanın qarşısını alır. Bu əməliyyatı vaginoplastika zamanı ya da təhlükdə icra edirik. Bir də biz spiral istifadə edirik qorunmaq üçün. Qorunmaq üçün olan spirallar mis tərkibli spirallar olur. Bunun mis hissəsini göstərəcəyik. Yəni bu bir hissəsi plastik olur. Mis olan hissə isə budur. Yəni qoruyuculuğu təmin edən hissə. Spiralı əməliyyat vaxtı qoymaq olur. Yəni qoyuruq və əməliyyat zamanı rahat bir şəkildə spiralı yerləşdirmək olur. Bu şəkildə, yəni bizim dərdimiz xanımlarımızın bu setkanı və onun mahiyyətini anlamaqlarıdır. Hər sidik açma olan xəstəyə, pasiyentə setka qoyulmur. Əksər hallarda öskürəndə, askıranda sidik açma olduğu zaman setka daha effektli olur.